Videodan da gördüğünüz üzere hazırda Azərbaycan Beynəlxalq Bankının reklam çekilişine gedirik. Bugün sizi de özümden aparacağım. Bu tip kontentlerin devamını istəyirsinizsə kanalıma abone olmayı unutmayın. Hazırda çekilişe gelmişim. Şimdi bloka girin. Gecikmişim. Gecikmişim. Size ümumi stüdyonu da belə gəzdirim istəyirsiniz. Baxın, çox gözəldir. Belə köşələri var. Belə bir balkonda var bu arada. Uy. Bu bakayım balkonudur. Nizami'də yerləşir, səhv etmirəmsə. Mənə. Hazırda çəkilişimiz bitibdi bu arada. Ona görə belə rahat çəkə bilirəm. Bayaqdan yəni vaxtımız olmadı, ancaq çəkilişi bitirdik. Belə partnyorum da çox gözəl, həqiqətən də istedadlı, yetenəkli bir qızdır. Hiçbir şey, bizim çəkilişimiz bitdi. Benim çəkiliş partnyorum burada. Həcər xanımdır. Bəlkə də reklamlarda görmüş olarsınız sözünü. Yango, bu nedir? Django'da doğmuşam bu arada. Çok şeydi. Kime çok yerde görmüşəm. İndi realda tanıma şansımız oldu birbirimizi. Güzel kızdı. Üstündən qalınca mən aldım mən. Çəkilişin hazır versiyasını sizə paylaşa biləcəm. Kastın arxa planını çəkə bilmirəm təəssüf ki. Instagram səhifəmdə baxa bilərsiniz. Həcərin səhifəsində qoyacağam buralara. Baxarsınız. Belə. Bu arada makyajımı özüm eləmişim. Çox qəşəng eləmişəm məncə. Hətta makyajımı bitirə bilməmişdim. Çəkilişə gecikirdim deyə. Makyajı yolda taksidə eləməyə çalışdım. Yəni bir hissəsini bitirmişdim, qalan hissəsi qalmışdı. Belə. Siz də bura qoyun. Benim sizin. Outfit çekti eləyim, belə göstərim. Bili giyinmişəm, spor giyinmişəm, ev giyimi giyinməlisən dedilər. Çünki çəkiliş kontenti ev giyiminə uyğundur. Zaten bir hissəsini sizin üçün paylaşımda özünüzdə görəcəksiniz ki, nəyi nəzərdə tuturdum. Elə bildim bunu giyinəcəm, amma ağ sadə kofta giyinməyi tərcih etdilər. Onu giyin dedilər, ona görə də onu giyindim. Belə. Amma məncə bu daha çox yaraşır mənə. Mən belə özümü daha çox bəyənirəm. İşıq da çox gözəl vurur. Çox bəyəndim. Axşam kursum var. İngilis dili. Onun için biraz tekrarlar eləməliyəm, oxumalıyam. İndi gedib şəhərdə harda kitabxana tapa bilərəmsə oranı tapmağa çalışacağam. Ya Axundov kitabxanasına gedərəm, universitetə gedərəm oranın kitabxanasına. İndi hansı daha mənə əlverişli olsa ora gedəcəm. Gedim oxuyum, təkrarlayım. Sabah da imtahanıma hazırlaşım. Belə. Böyük ehtimal ki Instagram səhifəmdə paylaşacağım o heç. Önə çıxarı bölməsində mənim əməkdaşlıq hissəm var. Oradan baxa bilərsiniz. Ümumi əməkdaşlıqlara da baxa bilərsiniz. Hazır versiyasını görmək üçün də baxa bilərsiniz. Belə deyim. Nəysə. Hazırda Həcər gözləyirəm. Həcər gəlsin çıxaq. Mən gedim dərsimi oxuyum. O da bilmirəm işi var deyəsən. Yəni ki ola bilər ki bura hər tərəf endirim qaynayır. Amma mənim halıma bax. Ayın axırıdır, maaşım da yoxdur. Neyniyim? Kredit götürürüm. Ay qız, lotereyaya qoşulmusan? Yox, nə lotereya? ABB-dəki şanslı 2026 lotereyasını deyirəm də. Tez bu dəqiqə gir ABB Mobile'dan aktiv et. Sonra da tam kart kredit kartı sifariş elə. 100 şansı elə yerindəcə qazanacaqsan. Sonra da aylara bölüb aslı deyərsən. Üstəlik debet kartı sifariş versən 20 şans. Hələ depoziti demirəm. Onda da 100 şans qazanacaqsan. Sonra da get alışverişini elə. Hər 20 manatlıq ödənişdən 1 şans qazan. Sevinç, Li avtomobili, MacBook Air, iPhone 16 Pro, Apple. Eğer reklam çekilişinin tam versiyasını görmək istəyirsinizsə, məni Instagram profilimdən izləməyə alıb və oradakı öne çıkarlardan baxa bilərsiniz. İçindən də belə bir balon giyindim bu arada. Bax. Neyse, belə. Kaş mənim bütün videolarımda arxa planların, arxadan gələn işıqların gözəlliyi bu qədər gözəl olsa, yəni inşallah özümə gələcəkdə kamera da ala bilərəm, vlog üçün kameralar və s. İnşallah qəşəng ingilis dilində danışa bilərəm. Sizin üçün kontentləri ingiliscə çəkərəm. Xarici kütləni özümə çəkə bilərəm. Yəni gözəl, necə deyirlər, arzularım var. Giyindim üstümü, veş-veşimi götürdüm. İndi isə çıxıram. Öpürəm də onlara qucaq dolusu sevgimi göndərirəm. Çox sağ ol. Allah razı olsun. Dedim və getdim. Həcər xanımın Instagramını tag eləyəcəm.
reklamlar. Evet. Bilmirəm siz də mənim kimi eləyirsiniz ya yox. Mən söz öyrənəndə ingiliscə yolda oxuyuram. Probkalarda o qədər çox vaxtımız gedir həqiqətən də. İstər-istəməz mən tez-tez bu vərəqə baxanda sözlər yadıma düşür, öyrənirəm. Ancaq musiqiyə qulaq asmaq falan məni biraz da yorur, açır. Çünki bir şeylər öyrənirsən, həm işlərin aradan çıxır, həm beynivə də bir şeylər girmiş olur. Özünə yatırım eləyirsən bir nevi, belə deyək. Və eyni zamanda söz öyrənirsən. Yəni bundan gözəl bir şey varmı? Tamam. Xüsusilə də universitetə hazırlaşan vaxtlarımda da mən həmişə belə öyrənirdim sözləri. Müəyyən şeylər var ki, onları yolda həll etmək olur. Məsəl üçün yazmaqdır, bunu yolda eləyə bilmirsən. Amma bir şeyi öyrənmək olsun, təkrarlamaq olsun, öz-özünə danışa-danışa da gedə bilərsən. Dəli kimi baxa bilərlər, amma normaldır. Yəni bunları yolda aradan çıxardım məncə. Yəni mən belə eləyirəm. Kitapxanadan çıxdım, hazırlığa gedəcəm və acından ölürəm. Səhər çıxdığımda çəkiliş falan, yəni həqiqətən həm yorulmuşam, həm də acmışam. Yol üstü bir mağazaya girdim, görüm nə alıram, nə yeyirəm. Belə. Məşğələdən də çıxdım, qayıdıram evə, gittim yemək yiyib. Həqiqətən də bugün çox dolu keçdi mənim üçün. Özünüzdə gördünüz, məndən idiniz bütün gün. Bilməm vlogun kamerasını bir də nə vaxt açacağım, amma maraqlı bir an olanda açacağım təbii ki də.